O dönəmdə sizin ayrılığınız şəxsən mən və mənim timsalımda bir çoxlarına xoş gəlməmişdi və mən şəxsən belə deyim də xoş qəbul eləmirdim. Nə bilim, ağır təsir etmişdi də göndərilməyiniz milli komandadan. Çünki sizlə bağlı millidəki xəyallarınız geniş idi. O dönəmi siz necə arxada qoydunuz qısaca? Sizin üçün də çətin idimi yenidən bura köklənmək və bu işin arxasında olmaq Qarabağda? Deməzdim çətin oldu, xanımlar. Bəli, mənim təsirlədim. Mən zaten orada olduğum müddətdə, belə deyək, biraz çox gərgin idim. Çünki Qarabağın öz məsuliyyəti, milli komandanın öz məsuliyyəti. Yəni, iş rejimi əlbəttə ki, heç də asan deyil, heç də az deyil idi. Həddən artıq çox vaxt sərf edirdim, həm burada, həm orada. Və yeni bir sistem qurmaq istəyirdim. Əlbəttə ki, yeni bir milli komandanın belə deyək, gələcək üçün bir sistemini formalaşdırmaq istəyirdik. Bunu bəzi oyunlarda, əlaqəsiz başlanğıcda, yoldaşlıq oyunlarında bunu bəzi fərqli tapşırıqlar verirdik futbolçulara. Və ümumən belə biraz fərqli, belə deyək də, yer idi. Nə qədər olmasa da, təcrübəm nə qədər çox olsa da belə, amma milli komanda biraz fərqli idi. Bu qədərini gözləmirdiniz? Fərqlilik baxımından. Deməzdim belə bu qədərini gözləmirdim, amma daha görürdüm ki, daha dəqiq, daha diqqətli olmalıyıq milli komandada. Ki biz bugün nəticə vermək üçün əgər iş qurmağa çalışsaydıq, biz həmən yana bilərdik. Çünki milli komandada gərək yəni bugünə kimi belə deyək də mənim düşüncəmə görə bir sistemimiz olmayıb da. Hər məşqçi görsən bir fərqli tələblər eləyib, hər məşqçi fərqli sistem qoyub ortaya. Bu istər-istəməz biraz dizbalans yaradırdı komandada. Və bugün məsələn Qarabağı misal gətirək. Qarabağ çox nadir hallarda hansısa bir belə deyək də sistemdə cüzi bir oyun keçərdə dəyişiklik eləyirik. Amma Qarabağ olaraq belə bir tələb qoyulub ki, bizim oyun prinsiplərimiz budur. Bunun üzərində də biz məşqçilər olaraq da işləməyə biraz asan olur. Həm oyuncu gətirməyə biraz baxırıq ki, o sistemə uyğun bir oyuncu axtarmağa, o bizə biraz əlavə bir kömək olur. Milli komanda biraz fərqli olub, ona görə fikirləşirdik ki, gələcək üçün 2 ildən, 3 ildən sonra hansı bir sistemi oturtulmaq olar ki, Azərbaycan futboluna və bizə uyğun, bizə xas bir, xarakterimizə xas bir sistem oturtulmağa. Və bunu biraz daha çox gözdən keçirirdik, bunun üzərində daha çox çalışırdıq. Əfsuslar olsun, elə çox demək olar ki, elə yavaş-yavaş başlamışdıq buna və sonra klublara keçiriləcəkdi ki, belə bir futbolçuları yetişdirməyə, hansı ki, bunlara ehtiyac var, hansı zonalarda, hansı sistemdə oynayan oyunçunu nə cür biz əldə edə bilərik. Yəni, belə bir də gələcək üçün belə fikirlər formalaşdırırdı, belə düşünürdük. Amma əfsuslar olsun alınmadı. Amma mənim oradan getməyim çox gedəndən sonra belə deyək, özümü yenidən toparlamağım elə də çox vaxt tələb eləmədi. Çünki burada hər şey qaydasında idi, burada sistem var idi, burada yenidən qayda bu kollektivlə, bu rəhbərliklə çalışmaq, yəni tez bir zamanda belə deyək, o geri qaytara bildik və şükürlər olsun Allah, bugün də demək olar ki, razıyıq işimizdən.